Azərenerji Açıq Səhmdar Cəmiyyətinin sabiq prezidenti Etibar Pirverdiyevə məxsus Aziyenko Açıq Səhmdar Cəmiyyətində ciddi maliyyə problemləri yaranıb. Şirkətdə çalışan əməkdaşların Tendensiya.com-a verdiyi məlumata görə 3 aydan artıqdır ki, maaşlarının ödənilməsində gecikmələr müşahidə olunur. Məlumata görə problemin əsas səbəbi Azərenerji tərəfindən görülmüş işlərə görə Aziyenkoya ödənilməli vəsaitlərin vaxtında köçürülməməsidir. Mənbənin iddiasına görə hazırda Azərenerjinin şirkətə təxminən 15 milyon manat borcu var. Qeyd edək ki, 2018-ci ildə Balababa Rızayevin Azərenerjiyə rəhbər təyin olunmasından sonra Aziyenkonun əvvəlki illərdə aldığı iri həcmli layihələrin sayı əhəmiyyətli dərəcədə azalıb. Gəlirliyi yüksək olan layihələr Balababa Rızayevin öz şirkətlərinə verilir, daha mürəkkəb və xərc tutumlu işlər isə əsasən Aziyenkoya həvalə olunur. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən enerji layihələrində bu vəziyyətin daha qabarıq hiss olunduğu qeyd olunur. Şirkətdə çalışanlar bildirir ki, ödənişlərin gecikdirilməsi Aziyenkonun maliyyə imkanlarını zəiflətməklə yanaşı peşəkar kadrların da şirkətdən uzaqlaşmasına səbəb olur.